Salam, hər vaxtın xeyir olsun. Biz növbəti evimizə dəvət olunduq. Evimiz fərdi yaşayış evidir. Allah xeyir versin, Allah olmayanlara da qismət eləsin. Buranın bütün santexnik işlərini mən görəcəm. Axıra qədər qazanxanasına belə. Evimiz hamısı istipol olacaqdır. 2 mərtəbədən ibarətdir və bir də besetkası var. Bütün bu işlərin hamısını mən görəcəm. Videonu izləməkdə qalın ki, əziz izləyicilər, videonu izləyə biləsiniz. Bax, bura gördüyünüz kimi əlavə tikilidir, evdən başqa besetkadır. Bura bizim hovuzumuzdur, çimmək üçün hovuz. Bura bizim içməli su baseynimizdir. Ora hovuzun motorxanasıdır və mən də su motorunu ora qoyacam. Bu hissə ilə bizim borularımız çəkiləcək. İndi bu daşlar zaten hamısı təmizlənib buralar. Yığışdırılandan sonra sabahdan işə başlayacaq. İnşallah materialımız gəlibdir. Təhvil götürdüm materialı. Hətin boruları bundan çəkiləcək qarmoşqalı boru ilə. Bütün material hamısı gəlib, yığılıb, hazırdır. Gördüyünüz kimi izləyicilər. Qayməsi də oradadır, təhvil götürdük. Bura bizim zalımızdır. Bura mətbəxdir. Bura yataq otağıdır. Uşaqlar yemək sadə verilir burada. Bura bizim sanuzelimizdir və sanitar qovşağıdır. Burada dəhlizdir o heç. Dəhlizdir və bizim burada olacaq kollektorumuz pilləkənin altında. Paltaryanımız adlı belə bir şeylər də bura qoyulacaq. Buradan çıxdıq evin arxa tərəfinə. Bizim qazanxanamız bax, bu hissədə yığılacaq. Videonu izləməkdə qalın ki, axıra qədər izləyin ki, izləyicilər görə biləsiniz. Və çıxaq biz ikinci mərtəbəyə. Burada sıvaq işi gedir, ustalar işləyir. Onların da işini çəkiliş eləyin, baxın kimə lazım olub eləsə əlaqə nömrələrini verərik. Birinci yataq otağından yuxarıdan başlayaq. Xalid ustadır bu, yorulmayasan. Bu kişinin özünün qruppası var. Yəni qardaşıdır, qohum əqrəbəsi hamısı bir yerdə işləyirlər. Yəni görsəniş işlərinə də 100% zəmanət verirlər. Gördükləri işdəki